Bərdədə sərxoş kişi qonşusunun həyətinə od vuraraq ot tayalarını yandırıb. Hadisə rayonun Qəhrəmanlı kəndində qeydə alınıb. 33 yaşlı Məlik Abbasov gecə saatlarında sərxoş halda qonşusunun həyətindəki ot tayalarını görərək onları yandırıb. Nəticədə qonşusuna 9985 manat ziyan vurub. Məlik Abbasov hadisədən 2 saat sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən Məlik Abbasov ifadəsində bildirib ki, atası ilə dalaşdığı üçün qaynatasının evində qalır. Hadisə olan gün evlərinə qonaq gəlib, qeyri-rəsmi evliyəm və bir aydır qaynatamın Qəhrəmanlı kəndindəki evində qalıram. Hadisə olan günü evimizə qonaq gəlmişdi. Qaynatamla birgə 3 nəfərə 700 qram tutarağı içdik. Araqdan əvvəl 7 bakal pivə içmişdim. Gecə qaynatamla birlikdə qonağı yola salanda kəndin ortasına dək getdik. Qaynatam evə qayıtdı, mən də birazdan gələcəyimi dedim. Oba marketdən bir ədəd də pivə alıb içdim. Yolda gələndə qonşunun həyətindəki ot tayalarını görüb yandırmaq istədim. Siqaret çəkdiyim üçün daima üzərimdə alışqan olurdu. Dəmir çəpərdən atlayıb həyətə girdim və tayalara od vurdum. Biraz ərazidən aralandım, cəmaət yığılanda mən də yanğı yerinə qayıtdım. Tayalara nə qədər su töksələr də söndürmək mümkün olmadı. Heç kimə hadisəni mənim törətdiyimi demədim deyə o ifadəsini yekunlaşdırıb. Məlik Abbasov dəyən ziyanın bir dəfəlik ödəməyə imkanı olmadığını, yalnız hissə-hissə ödəyə biləcəyini bildirib. O həmçinin əməlindən peşman olduğunu deyərək məhkəmədən ona rəhm edilməsini istəyib. Onun arvadı isə ifadəsində ərinin son vaxtlar psixologiyasının pozulduğunu, telefonda özünü ölü adı ilə paylaşdığını qeyd edib. Zərər çəkən şəxs isə təqsirləndirilən şəxsin yanğı zamanı qadınların arasında dayandığını görüb və ondan şübhələndiyini dilə gətirib. O təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəyir. Bərdə rayon məhkəməsinin qərarı ilə Məlik Abbasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.